Salam dostlar, necəsiniz? Yaxşısınız dostlar? Bugün sizlərlə yeni bir video ilə daha qarşınızdayım. Dostlar, bugün BLTS Masters'in oyunlarını analiz etməyə davam edirik. Bugün sizlərlə Yaxsıqan Ərdoğmuş ilə Jose Martinez'in oyununu incələyəcəyik. Ağlarla Yaxsıqan Ərdoğmuş oynayır və qaralarla isə Meksika şahmatçı Jose Martinez oynayır. Meksika şahmatçı. Gəlin, vaxt keçmədən videomuza keçək. Yaxsıqan Ərdoğmuş Y4-dən başlayır. Y4, Y5, ATP C6, C4 və İtalyan partiyasını oynayırlar. C5, C3, ATP6, D3. Dostlar, burada köhnə vaxtlarda D4 gedişi daha çox oynanırdı. Ancaq bu gedişdən sonra Y vurur D4, C vurur D4 və fil B4 şahdan sonra vəziyyətdə bərabərlik yaranırdı, tarazlıq yaranırdı. Qaralar tarazlığı qorumağı bacarırdı. Fil Y2, fil vurur D2, fil D2, fil vurur D2, at vurur D2, D5 vurdu, at vurur D5 vurur və vəzir B3, at A5 və belə bir heçsə variantda var idi bu vəziyyətdə. Amma vəzir B3-dənsə əgər ağlar heç istəmirsə qala qururdu və qaralar da qala qurduqdan sonra yenə qaralar üçün çox bir problem qalmırdı. Ancaq indiki dövrdə D3 gedişi daha çox oynanılır, daha çox məsləhət görülür. Çünki sıra o saat D4 oynayaraq qaralara bu imkanı, heç imkanını daha vermir. Deyə bilərəm. Yəni rahatlaşma imkanı vermir. D6, qala, H6, top Y1, qala, H3, fil B6, at BD2, at Y7, at F1, at Ş6, at Ş3. Hər iki tərəfdə gördüyünüz kimi atları manevra elədi. Və burada qaralar atını F4-ə qoya bilər, xanasına qoya bilər. Ağlar isə burada atını F5 xanasına qoya bilər. Və belə bir vəziyyət yarana bilər. Və həm də dostlar, burada Martinez C6 oynayaraq mərkəzi də bir nöqtədə mərkəzdən hücum yaratmağa çalışır. Fil B3, D5, Y vurur D5, at vurur D5, D4, Y vurur D4, at vurur D4, fil Y6. Burada komandir səhv gediş göstərir və burada fil C2 gedişini çox qəribədir ki, fil Y6-ın səhv göstərir. Burada amma məncə çox böyük bir səhvlik yoxdur. Çünki at vurur Y6, F vurur Y6, top vurur Y6, top vurur F2-dən sonra burada qaraların daha doğrusu F2-də topu yaranır və bu top təhlükələr yarada bilər ağlar üçün. Burada komandir fil Y6 gedişindən başqa fil D7 və top Y8 gedişlərinə daha çox məsləhət görülmüş. Fil D7 isə fil vurur D5, C vurur D5 və fil Y3, A4 kimi gedişlər uyğun görülmüş. Ancaq dostlar, burada fil Y6-ya, fil C2, at F4-ə isə top Y4 gedişini gəlir Yaxsıqan Ərdoğmuş və vəzir F6, vəzir F3-dən sonra gördüyünüz kimi taxtada bir qarışıqlıq yaranır. Ağıl qaralan at F4-dədir, yaxşıdır, amma hər an at vurula bilər. Yaxsıqanın Y4-dəki topu yaxşıdır, D4-dəki atı yaxşıdır və burada Martinez fil C7 gedişini oynayır. Fil C7 gedişi yerinə və 2 suallı gedişdir. Onun yerinə fil D4 gedişini burada bərabərliyə götürən gedişidir. Bərabərliyə götürülməsi səbəb odur ki, fil D4-də biz top vurur D4 vura bilmirik. Çünki at vurur H3 var. Vəzir istəyirəm, şah çəkirəm. Və burada əgər bunu vursam, vəzir F3-dən sonra vəzir itirirəm. Şah H1-ə gəlsəm, at F2 var. Şah F1-ə gəlsəm də prosta vəzir F3 vurur və burada qaraların vəziyyəti yaxşılaşır. Buna görə də burada dostlar fil D4-ə fil F4 gedişini vurmaq lazımdır. Fil F4 və biz yenə burada at F4 vura bilmirik. Çünki top F4 var, vəzirə hücum edirəm və topa belə filə hücum edirəm. Vəzir Y7 isə top vurur D4, material üstün qalır, axlar.
Buna görə də burada fil vurur F4-də fil B6 qayıtdıqdan sonra at H5, vəzir F5 istəyər təkrar edir bu vəziyyəti ağlar. İstəyərsə də J4 və yaxud da vəzir G2 kimi gedişlərlə burada vəziyyəti davam etdirə bilər. Vəzir G2 fil D5 gedişi varmış burada. Və yenə davam etdirmək olar, amma J4 gedişi daha uyğun görür kontr. Ancaq burada dostlar fil C7 gedişini gəlir Martinez və fil C7 gedişindən sonra burada fil vurur F4 gedişi var. Niyə? At vurur F4-ə, top vurur F4. Burada brilyant gedişdir. Çünki biz iki dənə seçənəyimiz var. Ya bundan vuracağıq, ya da vəzirlə vuracağıq. Əks halda material dalı qalır. Burada Martinez vəzir vurur F4 vurur. Ancaq fil vurur F4-dən olardı. Gəlin ona baxaq. Ona at H5 var. Gördüyünüz kimi 2 daş 1 yerdə istəyir. Bura qaçdıqda isə vəzir vurur F4 da olar burada. Ancaq vəzir G4 gedişlə birinci yer mat istər. J6 isə at vurur F4-dən sonra burada ağlar uduş vəziyyətində qalardı. Buna görə də bundan biraz daha yaxşı olan vəzir vurur F4 gedişini oynayır qaralar. Ancaq buna da vəzir D3 mat istəyirəm. Top D8 gedişinə isə burada dostlar bəlkə biraz daha direnç göstərmək üçün burada dostlar fil F5 gedişini oynamaq olardı. Çünki bunun səbəbi biz burada vəzirləri dəyişdikdən sonra topa qarşı iki yüngül fiqur vəziyyəti yaranır və düzdür, topa qarşı iki yüngül fiqur normalda yəni bu vəziyyətdə ağlar daha yaxşıdır. Ancaq yenə də oyunda biraz daha oyunu aparmaq olardı, belə deyək. Başqa gedişlər isə at vurur F5-ə, vəzir H2 var və bu F1-dən sonra top F8 və gördüyünüz kimi burada aktivlik yana bilərdi qaralarda. Digər atda baxaq, digər atda isə J6, at D4 və top F8 belə davam edə bilərdi biraz. Ancaq burada top D8 gəlir. Martinez vəzir H7, ancaq F8-dən sonra at D F5 və J7-dən gördüyünüz kimi hücum J7 daması hücum altındadır. Və həm də burada H8 vəzir H8 istəyirəm. Və şah Y8 qasır. Fil vurur F5 oynasaydı nə olardı? Fil vurur F5-ə dostlar atlı vurur F5 var. İndi yenə mat istəyirəm. Vəzir H2 gəlsə şah F1, vəzir buna vəzir H1-ə şah Y2 var. Və bu vəziyyətdə gördüyünüz kimi vəzir vurur. Əgər vəzir bu topu vursa H8-dən mat var. Bəs yaxşı, top Y8 şah versən nə var? Ona şah F var və artıq gördüyünüz kimi ancaq matı uzuda bilər top Y2 gedişindən qaralar. Yəni bu vəziyyətdə fil vurur F5 vəziyyəti xilas etmir. Martinez şah Y8 oynayır, at vurur J7, şah Y7, at vurur Y6, tək gediş şah vurur Y6-dır çünki vura bilmirik. Piyadayla bağlamadadır. Qaraların piyadası. Şah vurur Y6, fil F5, top Y1 ilə də başlamaq olardı. Top Y1, fil G5-ə, fil F5 şahla oynamaq olardı. Ancaq Yaskan fil F5 ilə başlayır. Şah Y7, top Y1, fil Y5 ilə Martinez qabağını bağlayır. Ancaq buna da top Y4 gediş var. Həm fil istəyirəm, həm vəzir istəyirəm. Top D1 şah oynayır Martinez, ancaq ona şah H2, top H8 istəyir vəziri, top vurur F4, top vurur H7 və top Y4 gedişi. Həm bağlamaya salınan fili, həm də H7-ni istəyirəm. Və top J7 qasır. Burada fil H7 vurmamaq üçün ancaq ona da top Y5 var və buna da F4 gedişindən sonra Martinez oyunu təslim olur. Bunun səbəbi isə topa qarşı iki yüngül fiqurdur və hətta burada at H5 gedişi də var. At H5 gedişindən mən həm matı istəyirəm və bu matdan qurtuluş yolu top vurur J3 gedişdir. Buna da şah vurur J3 və burada material üstünlüyü yaranır ağlarda və bunda rahat tutmağa məncə bəs eləyir. Dostlar, inşallah ki videomu sevdiniz. Bu video
Bu videoda biz Buildmaster sürümlerini analiz etdik. Və bundan digər videoda da biz həm yerimiz Aydın Süleymanlının videosunu analiz etmişdik. Ona da baxmağı unutmayın. Digər kanalım olan Aləf Ses kanalına da abunə olmağı unutmayın. Bu videoya like atıb belə deyək, like atmağı da unutmayın. Digər videolarda görüşmək üzrə. Sağ olun.